Allah Teala dünya üçün oyun oynayacaq deməyin. Dünya evi üçün pisləmir dünya. Gəldi gedərdik filan diye. Allah Füzuliyə rəhmət etsin deyir ki, dünyaya ümid tutmaq olmaz. Hər giz ölümü unutmaq olmaz. Xoş xanəyi eyşdir bu aləm. Dərd o ki, deyil əsası möhkəm. Allah Teala'nın bizə vəd etdiyi ev, qala, saray, şəhər, mən elmin şəhəriyəm peyğəmbər deyir. Bunlar əbədi olanlardır. Bunlar düzgün, qalıcı olanlardır. İndi fikirləşirsən ki, filan dünyanın filan məşhur bir milyoneridir, məsəl üçün, pullu adamdır ki, filan kəsin evində, onun evi necə olar? İndi bütün bu kainatı yaradan Allah, bir o la ilahe illallah, bir dənə o evdir, bir dənə villadır, bir dənə qaladır, bir dənə saraydır, bir dənə şəhərdir, hər nədir ki, ora daxil olmaq lazımdır. Ancaq bu binanı qoyan, binanın təməlini qoyan, bunu yaradan ancaq onun əli ilə bu. Başqa cürdə mümkün deyil. Onu insan bütün hər yerdən ümidini kəsməlidir. Səbəbi düzgün qoymalıdır və hər nə nəticə olur olsun ona arxayın olmalıdır.